Xanım işə də götürmürlər məni dişimə görə. Ona görə işsiz güçsüz qalmışam. Nə qədər ev kirasına da borcum var dişimə. İşə gedirəm, maska ilə gedirəm, məni işə də götürmürlər. 2 ildir mən maska taxıram. Maskasız çölə çıxmıram da utandan belə gəzməyə. Allah köməkli dursun. Ona görə mən Dayaq Xeyriyyə Cəmiyyətinə müraciət elədim. Dişlə bağlı Allah köməyinizdə dursun. Layihəmizin könüllü həkimləri və texnikləri sayəsində sizin bu probleminizi həll edəcək. Allah köməyinizdə dursun. Mənə kömək edinizə görə çox sevinirəm. Allah razı olsun sizdən, nə yaxşı varsınız. Allah hamısının köməyinizdə dursun. Çox sağ olun, minnətdarım. Sağ olun, siz də. Hər vaxtınız xeyir olsun. Qızqayıt xanımda nələri icra edəcəyik? Əlbəttə ki, ilk müayinə etdik. Burada çox köhnəlmiş konstruktorlar var. Hansı ki, bunların hamısı çıxarılacaq. Yeniləri ilə əvəz olunacaq. Müalicə işlərimizi aparacağıq. Diş çəkimləri olacaq. Bəzi artıq dişlər var ki, 3-cü dərəcəli laxlamaları var. Ağız boşluğumuzda yararsız kötüklər var. Ondan sonra diş daşlarımız var. Bugün müayinə etdik və həmən diş daşlarını təmizləməyə qərar aldıq. Sabahdan isə etapımız nədən ibarət olacaq? Artıq konstruktorlar söküləcək, müalicə işlərimizə başlayacaq. Sonda isə biz paylaşacağıq. Xanıma gözəl bir təbəssüm bəxş edəcəyik. Yeni dişlərlə, yeni konstruktorlarla, metala keramikalarla ağız boşluğunda gözəl dişlərlə bəzəyəcəyik.